həyatını hərbə bağlamışdı. Bugün əskərləri onun haqqında hörmətlə, məhəbbətlə danışırlar. Raquf Orucov elə bir ömür yaşadı ki, əskərləri də, elə ailə üzvləri də ehtiraf edirlər ki, onun ailəsi əskərlər idi. Komandir üçün bundan böyük fəxarət ola bilməz. Son dərəcə ciddi və öz ailəsi, yəni əskərləri ilə ən çətin məqamda bir olmağı bacaran Raquf Orucov həm də oğul, qardaş, ər və ata idi. Əskərlərinə komandir, Azərbaycana isə əskər olmağı bacaran Raquf Orucovu tanımaq özü bir şərəfdir. Bu müharibə başlayandan, o vaxtdan yəni təzə yenicə məktəbi qurtarmışdı. O 1972-ci ildə Ağdam rayonunun Cinli kəndində doğulub. Orada oxumuş və məktəbi həmən qurtaran kimi o öz sənədlərin hərbi məktəbə vermişdi, amma kəsilmişdi. Getdi hərbi xidmətə Qazaxıstana, Qazaxıstan Respublikasına. 90-cı yıl olardı, yavaş-yavaş burada müharibə başladı. Qayıtdı öz vətəninə və burada yenidən hərbi xidmətə başladı. Yəni Ağdam istiqamətində başlamışdı. 93-cü ildə iyun ayıydı. İyun ayı 11-i bizim Ağdam rayonunun Cinli kəndinə hücum oldu ermənilər tərəfində. Onda mənim qardaşım Abdal Güləf tərəfdə döyüşlərdəydi. Xəbəri yox idi. Təbii ki, biz kənddə idik. Axşam yay aylarında, axşamları bizim kəndə hücum oldu. Qazancı tərəfdən, Fərrux dağı tərəfdən hücumlar oldu. İndi gəldik, gördük ki, yəni anamız yoxdur. Yəni anamız yoxdur. Yəni gəldi aşağı Çullu kəndi var idi. Ağdam rayonunun Çullu kəndi var idi. Gəldi ora, anamızı axtardıq, yoxdur. Yəni bir gecə keçdi, bir nəfər yaxınlaşdı ki, bir qadın vardı, onun yanına yəni belə top mərmisi düşmüşdü. Mən onu götürdüm, qoydum yolun alt tərəfinə. Yerin təxminən dedilər, səhərsi gün mənim əmimlə, bir də məndən böyük qardaşım. Amma Raqufun xəbəri yoxdur bu işdən. Getdilər anamın düz kəndin yanından, ermənidə işğal olunurlar. Getdilər, cənazəni götürdülər, gəldilər. Təbii ki, sonra qardaşım xəbər tutdu. Onun üçün, yəni bizim üçün də, yəni onun üçün lap böyük ağır itki oldu. Ondan sonra qardaşım, yəni lap belə möhkəm bağlandı bu proseslərə, lap bağlandı orduya. Onun həyatı tamam dəyişdi, vətən, torpaq və xalq üçün də. Yəni belə deyək də, bu adam sırf bağlandı müharibə zonasında, başladı işləməyə. Yəni biz onun üzünü görmürdük. Yəni elə bilirdik ki, o bizə qonaq gəlir. Bütün müsbət cəhətlər onda cəmləşmişdi. Bütün müsbət cəhətlər, bütün müsbət keyfiyyətlər o insanda cəmləşmişdi. Çox xoş xəsiyyət, çox mülayim, böyüklərə hörmət, ədəbli, ərkanlı. Müəyyən vaxtı evə qonaq gələndə o insan hardansa gələndə, içəri girəndə lap qolumuz olsun. Hansısa bir qadın xeylağı içəridə varsa, o girməz içəri. Yəni biz onu indi başa düşürük. O mədəniyyət imiş, o qabiliyyət imiş. Qapını döyərdi, icazə alardı, ondan sonra içəri daxil olardı. Nəysə, birtəhər də evlənmək vaxtı çatmışdı. 99-cu ildə ailə qurdu bu. Təsadüfən tanış olmuşuq. İkimiz də ani qərar verdik, tez qərar verdik. Elə bil, özü də həmişə sual verdi ki, sən nə əcəb belə qərar verdin? Deyirdim, nə bilim, elə bildim ki, sən də özümü tapdın. Heç peşman olmadım. Evlənməmişdən qabaq dedi ki, bu çətin işdə mən hər yerə göndərə bilərlər. Hələ baş leytenant idi. Murovda xidmət edirdim. 1999-cu ildə. Evləndən sonra da onunla Murova getdim. Orada yaşadıq. Vayinli həyatı sürdüm. Hərbçi həyatı çətinliklərini gördüm. Amma alışdım. Ondan sonra bunların həyatı başladı dağlarda keçməyə. Ailəsi ilə bir yerdə, həyat yoldaşı ilə bir yerdə. Ağdərə istiqaməti yenə, Murov dağı, Toğana. Qardaşım 17 il evli oldu, bir il evdə olmadı. Bir il evdə yaşamadı. Yəni bir il ailəsi ilə bir yerdə olmadı. Ancaq
Bizim ancaq uşaqlığımız bir yerdə keçir. Qardaşım 91-ci ildən bu yana biz doyuncaq görə bilmirdik. Qardaşımın ailəsi onun əsgərləri idi. Yəni həqiqətən ha, mən yəni soruşa bilərsiniz əsgərlərindən də. Yəni bu həqiqətdir. Gəlirdi son vaxtlar 5 günlük gəlirdi. Vallahi bir gecə qalırdı evində. Bir gecə qalırdı. Yığışıb gəlirdi. Çölə qardaşıq da hamımız yığışırdıq, ailəvi gəlirdi. Onu doyuncaq görə bilmirdik biz. Bir gecə qalırdı, getdi. Bir şey istəyirəm ki, qardaş kimi, yəni bir yığışıb bir stol başında ailəvi bizim şəkillərimiz yox. Həmişə yüksələn xətt üzrə gedib. Heç vaxt dayanmır bir. Həmişə arxalanmışam ona. Heç vaxt inanmırdım ki, haradasa dayana bilər. Həmişə harasa gedirdi, gəlirdi. Bu ayın həbs həyatı çətindir, bilirdim. Gəlmədiyi gecələrim olub. Tanımadığım yerlərdə qalmışam. Amma deyirdim, nə vaxt sənə gələcək. Həmişə qayıdım. Bu dəfə qayıdım. Dildəkim yadımdadır, fevral 12-si. Ağlama dedi gedirəm. Anasının qəbri oradaydı. İşğal altında öyle dedi, anama yaxın gedirəm. Bundan böyük arzum olmazdı, dedi Allah aşkına sevindim. İnsanın ürəyində o həqiqətən də sevgi var, ha, yəni vətən sevgisi, yəni insan, çünki o ora bağlı idi. Nəyə görə bir tərəfdən ki, mənim anamın yəni qəbri yəni o istiqamətdə Ağdam istiqamət Çullu kəndində dəfn eləmişdik biz onu. Yəni onun ürəyi orayla döyülür. Dünyasını dəyişəndən sonra bizə çatdırdılar ki, o həqiqətən də gedirmiş. Hara gedirmiş biz bilmirmişik. Bəlkə də o gedib anasını ziyarət edib gəlirmiş, biz onu bilmirmişik. Səncər onun həyatıydı. Mən o adam evdə rahat günü görmədim. Biz buradan gedirdik. Tezdən 5-dən çıxırdım ki, gedim səhər yeməyini aldım olum. Çatdıraq ona. Tapırdım. O adam evə tapırdım. Deyirdi, nə gəlmişsən, oturdu evində. Mən dedi, işim var, çöldəyim. Mən ona gün də evdə tapmadım, çərşənbə axşamını evdə tapmadım. Hər bayram gedirdim ki, bir yerdə geçsək. O deyirdi, yox. Sən evdə oturmuşsan, Səncərdə əsgər var. Mən əsgərim nəyim? Həmin gün səhər, orada danışdıq, səhər danışdıq, nə qədər eləşi danışa bilmədik, tutmadı yaxşı telefon, amma 3-də danışdı mənimlə. Rahat danışdım. Deyirəm, axı, niyə mənə demədi bir kəlmə, bir şey tapşırmadı. Birisi demədi. Elə dedi, hər şey yaxşıdır. Buyurmazım, mən narahat olum. Dedi, uşaqlara bax, bakışı nədir, oxusun. Bu, hər bir insanın həyatda qazana biləcəyi ən böyük rütbədir. Hər adam kim olursa olsun o rütbəyə qədər gedib çata bilmir. Bu həyatda həqiqətən çox ölümlər olur. Amma məncə bu ən şərəflisi idi. O öz dostlarının çiynində son nəzarına uğurlandı. Bu da çox qürur verici işdir. Təbii ki, bu bizim ailə üçün çox böyük itkidir. Məncə hamı mənim hisslərim başa düşər ki, bundan sonra yəni atasız həyatla davam etmək mənim üçün çox çətin olacaq. Çox tez bir zamanda bizi tərk edib getdi. O əsasən həmişə ön cəbhədə. Bəlkə də bu həyatda heç onu bəlkə toplasanız 16 ildə bir il üst-üstə çox görməmişəm. Həmişə çox səssiz, heç demək olar ki, heç danışmırdı. Biz artıq ondan bir-birimizə baxışlarımızla bir-birimizi başa düşürdük. Elə insanlar var, ömür boyu bir yerdə keçirlər, bir otaqda keçirlər, amma bir də bağlanırlar. Söhbət ondan getmir.
Səfər eyni dünyanı paylaşmaqdan gedir. Mən evliydim, yanımdadır. Ayrılanda da deyirdim ki, yanımıza yeriyir. Heç bilmədim axı harasa gedə bilər. Bir də tez qoyub məni gedir, hazır deyildi. Elə deyirdi, sən uşaqlardan müğayət olub, başqa şey fikirləşmə, sən uşaqları oxusunlar. Məndən nigaran qalma. Elə bil ki, mən də yaxşıyım. Evə gələndə də getməliyəm, bir fikir qaldı orada. Ancaq xidmət, deyirdim, sən bu xidmətdən yorulmadın. Deyirdi, vətən sevmək olsun, olmaz. Vətən sevgidir, eşqdir.